Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Dəyərli mömin bacı və qardaşlar, hər birinizi salamlayıram. Bugün sizlərə namazda rukunu nə şəkildə yerinə yetirmək lazım olduğunu əməli bir şəkildə göstərmək istəyirəm. Namaz qılan fərq eləməz, istər vacib namaz olsun, istər müstəhəb namaz olsun. Namazın hər bir rükətində Fatihə və ayrı bir surə oxuduqdan sonra səcdəyə getməzdən əvvəl rukunu yerinə yetirməsi lazımdır. Əgər bir nəfər namaz qıldığı zaman rukunu istər bilməyərəkdən, istər bilərəkdən yerinə yetirməzsə, namazı batil olacaqdır. Və hər bir rükətdə Fatihə surəsindən sonra ayrı bir surə oxuduqdan sonra o qədər rukuya əyilməlidir ki, əllərin içi dizlərinə çatsın. Məsələn, bu şəkildə o qədər əyilməlidir ki, əllərinin iç hissəsi dizlərini əhatə eləsin və bu şəkildə də, yəni barmaqları açıq bir şəkildə diz qapaqlarına qoymaq müstəhəbbidir. Bu miqdarda əyilsə və rukuya əyildiyi zaman ayaqlarının iki ayağın ortasına da baxmaq müstəhəbbidir. Rukuya əyildikdən sonra rukuda istənilən zikri deyə bilər. 3 dəfə Subhanallah, Subhanallah, Subhanallah və yaxud da ki, bir dəfə Subhan Rabbiyəl azimi və bihamdi deməsi kifayət edəcəkdir. Bu miqdarda rukuya əyilsə kifayət edəcəkdir. Vəssalamu aleykum və rəhmətullah.